Naqildən axan cəryan şiddətinin onun müqavimətindən asılılıq qrafiki verilmişdir. Mənbənin daxili müqavimətini veriblər 2. Aha. Mənbəyin elektrik hərəkət qüvvəsi EHQ-nı bizdən soruşur. Baxın, buradakı qısa qapanma cəryandır. Görürsünüz, xarici müqavimət 0 olanda cəryan maksimum olur. Ona deyirik qısa qapanma cəryan şiddəti. I qısa qapanma bərabərdir EHQ bölünsün R. Oradan EHQ-nı tapsaq olacaq I qısa qapanma vurulsun R. I qısa qapanma 4, onu da R-ə vururuq. Bu da eləyir 8. B variantı. Düz xətlə hərəkət edən və kütləsi 2 kiloqram olan cismin koordinatının zamandan asılılığı verilib. Bax, x bərabər 4 üstəgəl 3 idi. Təcil yoxdur. Sürətdəki 3-dür və sabitdir. X oxu istiqamətində hərəkət edir. T1 2, T2 ilə 3 saniyə arasında cismin kinetik enerjisinin dəyişməsi əlbəttə ki 0 olacaq. Axı sürət sabit qalıb, V konstantdır. Kinetik enerji niyə dəyişsin ki? YK bərabər mv kvadratı bölü 2-dir. Sürət sabitsə kinetik enerji də sabit olacaq və dəyişməyəcək. Cavab 0. Yaydan M kütləli yük asdıqda yayın uzanması 4 mm olmuşdur. Yayın uzunluğunu 2 dəfə azaldıb, L0-ı 2 dəfə azaldırlar. Yenə həmin yükü assaq, yayın uzanması nə qədər olar? Elə bil ki, delta ilə bizdən soruşur. MJ bərabərdir, KX yazaq. MJ bərabərdir, YS bölünsün, L0 vurulsun, delta L. X-in yerinə də delta L yazaq da, bəlkə cisimlər daxı. Delta L yazırıq. Aha, belə. İndi buradan uzanmanı məndən soruşur. Yayın uzanması delta L. Kəsir xətti MJ L0 bölünsün, YS. Yayın uzunluğunu 2 dəfə azalım. Yenə həmin yükü. Kütlə dəyişməyib deməli. JH. Yay da dəyişməyiblər materialını. Sahədən də dəyişiklik yoxdur. Sadəcə uzunluq dəyişib də. Delta L onda L0-dan düz asılıdır. 2 dəfə azaldırlarsa 2 dəfə azalıb olacaq 2 mm. Müsbət yükü intensivliyi Y olan bir cins elektrik sahəsində A nöqtəsindən D nöqtəsinə hərəkət etdirən zaman sahənin gördüyü iş olubdur 30 mJ. Müsbətdən mənfiyə hərəkət edir. Müsbət yükdə A-dan D-yə aparanda 2A boyunca belə olubdur. Həmin sahədə ABCD trayektoriyası boyunca hərəkət etdikdə sahənin gördüyü iş nə qədər olar? A-dan B-yə, B-dən C-yə, C-dən D-yə. Aha. Bax, burada iş yoxdur. Ekvipotensial səth boyunca iş olmur. Bunların ikisinin də potensialı eynidir. Fi A ilə fi B eynidir, iş yoxdur. BC-də iş var. Sonra CD-də yenə iş yoxdur. Çünki fi C, fi D-yə bərabərdir. Potensial dəyişmir, orada iş yoxdur. Onda ancaq bu lazımdır bizə. Burada iş var. BC-də. Elə bir bizdən ABC-ni soruşur. Yaxşı. A-dan D-yə hərəkət zamanı 30 mJ iş olubsa, deməli, həmin məsafədir də, həmin məsafə, eyni məsafədir, baxın. Eyni məsafədir, eyni də yükdür. F bərabərdir, deməli, A-nı yazaq. A bərabərdir, Q vurulsun, fi 1 çıxılsın, fi 2. Həmin potensialda A ilə B-nin potensialı eynidir. D ilə də C-nin potensialı eynidir. Yəni, fi B-dən fi C-yə getmək, elə fi A-dan fi D-yə getmək deməkdir. Ona görə qiymətcə eyni olacaq. Elə 30 mJ olacaq. Harmonik rəqsi hərəkət zamanı aşağıdakı fiziki kəmiyyətlərdən hansı 0 ola bilər? Harmonik rəqsi hərəkət zamanı tam enerji saxlanır. Tezliklə period istəyir riyazi rəqqas olsun, istəyir yaylı rəqqas olsun. L bölü J yaxud da ki 2pi kökün altında M bölü K. Yəni ki, rəqsi hərəkətdə period necə 0 olsun? Hərəkət var axı. Yol da heç vaxt 0 ola bilməz, amma sürət 0 ola bilər. Harada 0 olar? İstiqamət dəyişəndə. Yəni, hərəkətə başladığı tarazlıq anında sürəti maksimumdur. Sonra bura gedəndə burada bir an dayanır axı, sürət 0 olur. Elektrik sahəsinin intensivliyinin sahəyə gətirilmiş sınaq yükündən əlbəttə ki, asılı deyil. Sahəni yaradan yükdən asılıdır. K, Q0 bölünsün R kvadratı. Amma sınaq yükündən asılı deyil. Qızıl qayda. Maddi nöqtə ABCD trayektoriyası üzrə hərəkət edərək 8 saniyə ərzində, T bərabər 8 saniyə ərzində A nöqtəsindən D nöqtəsinə gəlib. AB-ni deyir ki 20-dir. BC 10-dur, CD də 10-dur. Yola görə sürət heç nə. Yol nədir?
20 üstə gəl 10, sonra bir dənə də 10. 30, o da 40. 40-dır. 40-ı da böləcəm 8, o da eləyəcək 5. Yəni yol deyəndə elə hamısını cəmləmək lazımdır. A-dan B-yə, B-dən C-yə, C-dən də D-yə. Yer dəyişmə demir ki. Vəssalam. Sonra 2 nöqtəvi yükün hər birinin modulunu 4 dəfə və onlar arasında məsafəni 2 dəfə artırdıqda Kulon qüvvəsi F bərabərdir. F1 bərabər K, Q1, Q2 bölünsün R kvadratı moduldadır əslində. F2 də bərabər olsun K. Hər birinin modulunu 4 dəfə artırdıqda 4Q1, 4Q2 məsafəni 2 dəfə artırım. Kvadrat var, elə bir 2R-in kvadratı. Bu da olacaq 4R kvadratı. Və bu ilə bu gedəcək. Qalacaq F2 bərabərdir. 4-ü atıram qabağa. Q1, Q2 böl R kvadratı. Aha. 4 dəfə artar yəni. 4 qaldı qabaqda. Əvvəl belə idi, sonra oldu 4K Q1, Q2 böl R kvadratı. Mail müstəvi üzərində yuxarı hərəkət edən cismə təsir edən hansı qüvvə və ya qüvvələr mənfi iş görür? Qüvvənin mənfi iş görməsi üçün qüvvə ilə yer dəyişmə, hərəkət istiqaməti əks istiqamətdə olmalıdır. Yuxarı hərəkət etdirilirsə, bax, sürtünmə mənfi iş görür, hərəkətin əksinə yönəlir. Sonra bir də ağırlıq. Bax, ağırlıq, bu da hərəkət. Kör bucaq olsa mənfi olacaq. Yəni ağırlıq da mənfi iş görür. A bərabərdir Fs kosinus alfadır. Ondan sonra dayağın reaksiya qüvvəsi ümumiyyətlə iş görmür və dartı qüvvəsi müsbət iş görür. Yəni bizə lazımdır sürtünmə qüvvəsi, bir də ağırlıq. Onlar mənfi iş görəcəklər. Sürtünmə və ağırlıq. Kör bucaq əmələ gətirir, əks istiqamətdə olur, mənfi olur. Sonra verilmiş kütləli ideal qaz bir halından 2 halına keçmişdir. Bu zaman onun həcmi 5 metrin kuba azalıb. Deməli, V2 bərabərdir V1 minus 5. T1-i veriblər 930, T2-ni veriblər 310. Bu hansı prosesdir? M konstantdır. İzobar prosesdir, P də konstantdır. Onda PV bərabər nu RT-də, P konstant olanda VT ilə düz mütənasib asılıdır. Heç nə. Temperatur neçə dəfə azalıb? 930-u 310-a böləndə neçə eləyir? 3 eləyir də. Temperatur 3 dəfə azalıbsa, deməli həcm də 3 dəfə azalıb. Yəni V1 bərabərdir 3V2. Bax, əlimdə 2 dənə tənlik oldu. Bunları həll eləmək lazımdır. V2 bərabərdir. V1-in yerinə yazıram 3V2 minus 5. Buradan alıram 5 bərabər 2V2. V2 də bərabər olur 2,5. Məndən başlanğıcı istəyir. V1 neçə olacaq onda? 3 vurulsun 2,5. O da olacaq 7,5. D variantı. Yer səthindən müəyyən hündürlükdən sərbəst düşən cisim V0 0-dır, YK 0,0-dır, MJH-ım var. Potensial enerjinin kinetik enerjinin asılılıq qrafiki verilmişdir. Cismin kütləsini veriblər 2 kiloqram. Hansı hündürlükdən düşdüyünü siz tapın. Bax, sərbəst düşürsə V0 0-dır, zamanın başlanğıc anında kinetik enerji 0-dır. Deməli, tam enerji elə MJ böyük H-dır da. MJ böyük H, elə tam enerjidir. İndi gəlin baxaq. Tam enerjisi neçədir? 40-ın üstünə 30 gələndə, yəni YP-nin üstünə YK-nı gələndə neçə verir bizə? 70 verir. Deməli, tam enerji 70-dir. Zamanın başlanğıc anında bu cisim sərbəst düşür. Başlanğıc sürəti 0-dır. Deməli, kinetik də 0-dır. Ancaq potensial var. O da 70-ə bərabərdir. M2-dir, J10-dur, H-dır. İxtisarlarımızı aparaq. 3,5 metr deməli, hündürlükdən düşmüşdür. Bərabər yüklənmiş 4 kürəcik kvadratın təpələrində yerləşib. Əvəzləyici qüvvəni soruşur. Mən belə başa düşürəm, bunlar müsbətdir, bu mənfidir. İndi yəqin ki, elədir. Mənfidir. Bax, bu 2 var, bunu cəzb edir. Müsbət mənfini cəzb edir. Bu 3 də bunu cəzb edir. Bu 1 bunu itələyir. Bu 4 də bunu cəzb edir. Onda bax, bu ilə bu bir-birlərini aparırlar. Yekunda 2 dənə belə qüvvə qalır. Onların da əvəzləyicisi təbii ki, B variantındakı kimi olar. Voltmetrin göstərişini verib 20, yəni U bərabər 20 voltdur. EHQ-nı bizdən soruşur. Heç nə. U bərabərdir EHQ R böyük R plus balaca R. Belə düsturum var.
Oradan da 20 bərabər olacaq EHQ vurulsun. Xarici müqavimət 4-dür. Daxili müqavimət 1-dir. 4 EHQ bərabər olacaq 100. EHQ da bərabər olacaq 25. Suda üzən deyirsə, Arximed qüvvəsi elə mj-yə bərabər olacaq. Və bu da 30 newtondur. Onda m də bərabər olacaq 30 bölünsün 10, yəni 3 kiloqram. Sabit temperaturda ideal qazın daxili enerjisi maddə miqdarından asılılığı verilmişdir. Temperaturu bizdən soruşur. Aha, U bərabərdir 2-də 3. Maddə miqdarı da onda nÜRT yazım da birbaşa. Aha. Temperaturu soruşur. Aha. T bərabər olacaq kəsir xətti 2U bölünsün 3 nÜR. Belə. Düsturu aldım. 2 vurulsun. U 48-dir. Nü neçədir? 8-dir deyəsən. Biraz yaxşı görünmür. R də 8-dir. Bu ilə bu ixtisar getsə 6 qalsa, bu ilə də bu ixtisar gedib 3 qalsa, 6 böl 8 alıram. Hə, bunlar unu kilojolundan veriblər, fikir vermədim ona. Onda 3 dənə 0 əlavə olunmalıdır. Bu da eləyəcək 500. C variantı. Havanın nisbi rütubəti 70%-dir. Havadakı su buxarının sıxlığını soruşur. Həmin temperaturda doyan su buxarının sıxlığı 6-dır. Fi bərabərdir, rho bölünsün rho 0 vurulsun 100 bərabərdir 70. Rho bölünsün rho 0 6-dır, vur 100 bərabərdir 70. Rho bölünsün 6 bərabər olacaq 7 bölünsün 10. Rho da bərabər olacaq 6 vur 7 bölünsün 10. 4 onda 2. M bərabər 200 qram, yəni 0,2 kiloqramdır. X-i verib mənfi 5 üstəgəl 2-dir. Bax, təcil yoxdur yenə də. T kvadratı həddi yoxdur. Deməli, V konstantdır. Özü də qiyməti də 2-dir. Əvəzləyici qüvvə də 0-dır. Təbii ki də. Bərabər sürətli hərəkətdir. Orada təcil yoxdur axı. Cismin həcmini menzurka ilə ölçə bilərik. Areometr sıxlığı ölçür, psixrometr nisbi rütubət, dinamometr qüvvə, manometrdə təzyiq. Yerdəyişmə vahidini dövrətmə tezliyinin vahidinə vurduqda. Yerdəyişmənin vahidi metrdir. Dövrətmə tezliyi də ki, 1 böl saniyədir. Bu da bizə sürəti verəcək. Metr böl saniyə sürət vahididir. Çəkisiz link vasitəsilə tarazlıqda saxlanılan cismin kütləsini hesablayın. Aha. M, J vurulsun, dayaqdan qolu 1 metrdir. Bu da 80-dır, onun da qolu 5 metrdir. Belə. M vurulsun, 10 bərabər 80 vurulsun 5, bunlar ixtisar gedər. 40 aldım, 40 kiloqram. Əgər şəkildə heç nə əlavə bir şey yoxdursa, vəsə. Bircins elektrik sahəsinin intensivliyinin qiymətini hesablayın. Y bərabər U böl D-dir. Fi 1 çıxılsın, Fi 2 bölünsün D-dir. Deyəsən, bu lazım olacaq. Aha. Fi 1 20-dir. Fi 2 də 4-dür. Potensiallar fərqini bölməlisiz məsafəyə. 40 verəcək bu da bizə. Elektrik sahəsinin intensivliyi F bölünsün Q-dür. Yəni 1 Newton bölünsün Coulomb. Newtonu açırıq kiloqram vur metr böl saniyənin kvadratı. Coulombun da yerinə Q bərabərdir IT-dir. Amper vur saniyə yazın. Kiloqram vur metr bölünsün amper vur saniyənin kubu. Belə. Təkliflərdən hansılar doğrudur? Bircins elektrik sahəsinə daxil olan neytron düz xətli hərəkət eləyəcək. Bəli, çünki neytronun yükü 0 olduğu üçün ona F bərabər Q-yə elektrik sahəsində qüvvə təsir etməyəcək. Sükunətdə olan yüklənmiş kürənin qüvvə xətləri qapalı deyil. Maqnit sahəsi yaratmır axı. Hərəkətdə olan yüklü zərrəcik maqnit sahəsi yaradır və qüvvə xətləri də qapalı olur. Elektrik sahəsində görülən iş trayektoriyanın formasından asılı olmayıb, başlanğıc və son nöqtələrinin vəziyyətindən, potensialından asılıdır. Ekvipotensial səthlərdə ekvipotensial səth məsələn bura ilə buradır. Buraların potensialları eyni olur. Aha. Elektrik sahəsinin intensivliyi vektorial kəmiyyətdir və müsbətdən mənfiyə doğru yönəlir. Skalyar deyil. 1, 3 və 4.
Mühərrik qızdırıcıdan Q1 bərabərdir 200 megajoule istilik alıb. Soyuducuya 150 megajoule enerji verib. Faydalı iş əmsalı. Q1 çıxılsın Q2 bölünsün Q1 vurulsun 100%. 200-dən 150-ni çıxıb 200-ə bölüb 100-ə vurmalıyıq. 50 bölünsün 2 25. X bərabər 5 üstəgəl 2t minus t kvadratı. V0 2-dir. A isə AX bərabər -2 2-dir. Yavaşlayan hərəkətdir. Cismə 480 Newton dartı qüvvəsi təsir eləyir. Kütlə də ki 80 kiloqramdır. Sürtünmə qüvvəsi. Bu yavaşlayan hərəkətdir. Sürətin proyeksiyası müsbətdir, ancaq təcil mənfidir. Deməli, sürtünmə qüvvəsi dartıdan çoxdur. Ona görə yazırıq F sürtünmə minus F dartı bərabərdir MA. F sürtünmə minus F dartının yerinə 480 qoyuram. M 80-dır, A-dakı 2-dir. Buradan da F sürtünmə bərabər olacaq 80 vur 2 üstəgəl 480. 640. Radiusu veriblər 10 cm, %10 0,1 metr. Fi bərabər omega t'dir. 2t veriblər, deməli omeganın qiyməti 2-dir. A da bərabər omeganın kvadratı R düsturum vardı, oradan tapa bilərəm. 0,4. Riyazi rəqqas A və B kənar nöqtələr arasında harmonik hərəkət edir. O nöqtəsi tarazlıq vəziyyətinə uyğundur. Səbət məsələsi. Deməli, A-da, bir də B-də maksimum olan kəmiyyətlər. Qüvvə, təcil, XM və Y potensial. Minimum olan kəmiyyətlər isə sürət, impuls və kinetik enerji. Tarazlıq nöqtəsində maksimum olan kəmiyyətlər sürət, impuls, kinetik enerji, minimum olan kəmiyyətlər isə qüvvə, təcil və yerdəyiş. Cisim A-dan O-ya gələndə onun sürəti artır, təcili azalır. Ona görə də azalan təcillə yeyinləşən hərəkət eləməlidir. O-dan B-yə gedəndə onun sürəti azalır, təcili artır. Artan təcillə yavaşlayan hərəkət eləməlidir. Yəni O nöqtəsinə B nöqtəsinə doğru hərəkət etdikdə artan təcillə yavaşlayır. A nöqtəsində potensial enerji maksimumdur. Daha sonra O nöqtəsində impuls maksimumdur. Potensial enerji minimumdur. Və cismin sürəti zaman keçdikcə artır. O da ki, A-dan O-ya doğru hərəkət zamanı sürət artır. Ancaq mənə A nöqtəsində verib sırf. Sırf A nöqtəsində sürət 0-dır. Amma cismin sürəti zaman keçdikcə artır. Yox, O nöqtəsindən B nöqtəsinə doğru hərəkət etdikdə cismin sürəti azalır. Yəni, D aid olmayacaq. Sırf A nöqtəsində deyirik. Sabit temperaturda doyan buxarın həcmi 2 dəfə artarsa, daxili enerjisi necə dəyişər? Doyan buxarın O bərabər 2-də 3 kiçik M bölünsün böyük M RT-ni yazdım. Temperatur sabitdir. Həcm artanda M bərabər ρV-yə görə. Onsuz temperatur konstant olanda P ρN də sabit olur. Həcm artırsa kütlə artır. Kütlə artırsa daxili enerjisi də 2 dəfə artacaq. Belə. 100 dərəcə Selsi temperaturlu 4 kiloqram suyu eyni temperaturlu buxara çevirəndə daxili enerjisi necə dəyişər? Q bərabər L-mi tapmaq lazımdır. 2,3 vurulsun, kütlə 4-dür. 9,2 megajoule artacaq. Mayedə suyun temperaturundansa suyun enerjisi buxara keçdikdə artır. Şaquli yuxarı istiqamətdə bərabər yeyinləşən sürət yuxarıdır. Yeyinləşən hərəkət elədiyi üçün təcil də yuxarı yönəlir. Cismin çəkisi də olur. P bərabərdir mg plus A. Sükunətdəki çəkisini tapmaq lazımdır. Elə bil ki, mg plus A bizdə olub 360. A-nı da veriblər 2.
M vurulsun 10 üstə gəl 2 bərabər 360. M də bərabər olacaq 360 bölünsün 12. Bu da olacaq 30